Ləzzət bir daha nəzərinizə çatdırıram. Şəhidimiz, qəhrəman şəhidimiz, vətən uğrunda canından keçən Elmətin Gülverən oğlunun ocağını deyir. Allah şəhidimizin ruhunu şad eləsin. Əmə Allah səni var eləsin. Qarşında baş əyirik. Bugün qəhrəman qardaşımız vətən uğrunda canından keçdi. Biz də rahat, sərbəst azadlığımız uğruna canın qurban verən oğullardan da biri sənin oğlundur. Allah ruhunu şad eləsin. 5-ci il dönümdür. Fərhad kişi, istərdim elə bir iki kəlmə şəhid atasının qarşısında deyəsin. Allah qardaşım balasını rəhmət eləsin. Amin. Onlar İmam Hüseyin şəhidləridir. İmam Hüseyin bizim salamlarımız olaraq satdı bütün şəhidlərə. Bütün şəhidlərə rəhmət elə. Balamız da Allah rəhmət eləsin. Sən də sağ ol. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı arzulayıyorum. Hər bir xoş gəlibsiniz, sağ olun, var olun. Şəhidlərimiz həmişə borcumuzu yad eləmək. Allah ordumuzu qorusun. Misal sən də sağ ol, bizi səkişlandırırsan. Borcumdur mənim əmi, borcumdur. Var olasan. Qarşında baş əyirik. Allah sənin kimi qəhrəman atalara ilk öncə sağlam can versin, sonra da səbir versin. Anamızın da əllərindən öpüb qarşında baş əyirik. Var ol. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Əziz dəyərli şəhid ataları, gələn ayaqlarınız var olsun. Bugün qəhrəman şəhidimizin 5-ci il dönümüdür. Ruhu qarşısında baş əyirik. Sizin də bizlər hər zaman sizlərin yanında olmağı özümüzə borc bildiyimiz kimi bugün Gülverən kişinin yanındayıq. Allah oğlunun ruhunu şad eləsin. Arif kişi, istərdim elə bir iki kəlmə deyəsin. Allah rəhmət eləsin şəhidlərimizə. Məkanları cənnət olsun. Allah İmam Hüseyndən ayrı salmasın. Amin. Allah hamımıza da səbir versin. Amin. Buyur Çingiz kişi. Düğünləri 5-ci ildə oldu. Gülverən qardaşında şah Sabahın xeyir. öz adıyla, sanıyla, igidliğiyle Bəli. öz maharətini göstərdi. Adını ən uzun Eşitimdən bir dənə təzdən zəng eləsən də bir dənə qod çəkilişlə bu şəhədə yürüyüb. Çıxın 5-10 dəqiqə. böyük işdir. Ona görə də bugünkü gündə sana Allah səbir versin. Allah onun ruhunu şad eləsin. Amin. Yeri cənnətlikdir, onu valla nə deyim, onun elədiklərini də həqiqətən də öyrənmişəm onun haqqında. Elədikləri də böyük işlər gör burada. Allah onun valideynlərinə səbir versin, hamısını ruhu şad etsin. Amin. Bizim borcumuzdur, sənin yanında. Amin. Bugün də bizim borcumuz Gülverən qardaşın yanında olmaq. O ki, bütün şəhid ataların yanında olmaq borcumuzdur. Onu yad eləmək bizim borcumuzdur, bizim əlimizdən. Var olasan, Allah sizi var eləsin. Çingiz kişi, Arif kişi. Mən özümə, yox, onun mən özümə duymaram axı, gəlib dəyməmişəm. Gəlib dəyməmişəm. Qardaşımızın mövludda mübarək olsun. Bugün 72 ilə qalmış şəhid. Uşağın öldürdü. Uşaqları zəng eləmişdi. Mənə dedim, yox, mən gedim çox dəyməyə, gəlib başa dəyəm gələsin. 2 dənədir burada, dəyəm, yad edeyim, ondan sonra. Yəni, Sağ ol, Arif əmi bizi də İnşallah mövludunda qismət olar gəlib. Arif əmi bizi də bağışda burada çəkilişdik. Yəni il dönümündə istəmək olduq. Allah qardaşımızın mövludu mübarək olsun. Allah səni var eləsin. Allah şəhidlərimizin ruhunu şad eləsin. Var olsun. Əsas mən özüm də evdədir.